Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-91-170 marşrutlarından 200-250 metr məsafədə, nəmişlik olmayan ərazidə, quru ərazidə, demək, 4 otaqlı, tam təmirli, gir yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram bu ev. Demək, saç üstündə tikilsə də tam standartlara uyğun inşa olunub. Gördüyünüz kimi ev qoşadaşdan inşa olunub. Yəni, həmçinin ətrafını sizə çatdıracam. Fundament, kəmər vurulub, gələn adam gəlib görə bilər. İstədiyiniz bir prorabı gətirib göstərə bilərsiniz. Tam standartlara uyğun inşa olunub. Həyətin sahəsinə rahat 2 maşın daxil ola bilir. Giriş darvazasıdır. Tam etdaşlarla həyəti düzlənib, drapları qoyulub. Qaz, su, işıq ev sahibi tərəfindən təhvil veriləcək. Yüngülvari bir sedan maşınlar üçün qaraj yeridir. Kürsüdə bir 7-8 daş inşa olunub. Kürsüdə inşa olunub. Dəhlizin eni haradasa təxmini 1.70-1.80 olar. 2 metrdə olmasa 1.70-1.80 var. Dəhlizi də genişdir, ürəyaçandır. Sağ tərəfdə burada mətbəxdir. Haradasa 14-15 kvadratlıq mətbəxdir. Pəncərələri geniş şəbəkə ilə. Yuxarı tavanlar demək olar işlənib. Evin içində demək olar işlər qutarır. Yəni bir dənə laminatı ilə qapılar, aboylar qalıb. Bunda yəni 10 günlük işi qalıb. Yəni hal-hazırda iş gedir evin içində. Burada uşaq otağıdır, 9-10 kvadrat olar. Yəni o tərəfdən də evin məsafəsi var. Haradasa 1 metrə yaxın məsafəsi var. Yəni çox yaxın deyil. Gördüyünüz kimi burada bir uşaq otağıdır. Yəni alan adam almaq istəsə, gəlib yerinə də danışıb, aboyları da özləri seçə bilər, qapıları özləri seçə bilər. Burada təxminə haradasa 3.80-ın, 3.70-in, 3.80-ın 6.50-yə 7 metr, 6-7 metr məsafəsi ölçüsü var. Yəni bunu da nəzərinizə çatdırım. Tavanlarını da çəkirəm, gördüyünüz kimi sadə tavan yığılır. Burada yenə də bir yataq otağıdır. Hal-hazırda ağartısı vurulub, bir dənə qurumağını gözləyirlər. Burada da yenə bir yataq otağı, təxmini bir haradasa 14 kvadratlıq bir yataq otağıdır. Sonunda da bura sanuzeldir. Gördüyünüz kimi kapil metalları vurulub, yuxarılar asma tavandan vurulub. Qoşadaşdan inşa olduğu da yəni bəllidir, hörmətli izləyicilər. Yəni gələn adamı yoxlatdırır. Kurqavoy, ev, dairəvi hamısı formada. Evin ətrafı hamısı qoşadaşdan inşa olunub. Kəmərə atılıb, fundamenti vurulub, istədiyiniz kimi yoxlatdıra bilərsiniz. Kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Videolar bölməsində də YouTube'da daxil olursunuz. Orada istədiyiniz evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, zəng vuran zaman kodları götürmək yaddan çıxmasın. Evin qiyməti də 110.000 start qiymətli. Bunu da nəzərinizə çatdırın. Real alıcı olsa indirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək. Yola da yaxındır, 3-4 dəqiqəlik marşruda məsafəsi var. Allah ev olmayanlara da gözəl evlər qismət eləsin. Amin.